Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə cəbhə xəttinin Xocavənd, Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb. Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində mühəndis baxımından hazırlanmış və dairəvi atəş tutmaq üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib. Cəbhənin Xocavənd, Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədi ilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5 ədəd təkərli texnikasını sıradan çıxarıblar. Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarına dək keçirilən əməliyyat tədbirləri və cavab atəşi zərbələri nəticəsində ermənilər 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-yə dək hərbi texnikası tam sıradan çıxarılıb. Bütün cəbhə boyu son 2 gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan silahlı qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüzünlə başsağlığı verir və səbir diləyir. Hazırda cəbhədə əldə edilən əməliyyat üstünlüyünü saxlamaq məqsədi ilə silahlı qüvvələrimiz müvafiq tədbirlər həyata keçirirlər. Cabir Məmmədov, Səs TV.